Değerli izləyicilərimiz, bu arkada gördüğümüz mini villa 65 min manata təqdim edirəm sizlərə. Mini villamızın həyəti balacadır, çox balacadır. Amma avtobus düz qapının ağzından keçir. Yəni qapını aç, avtobus səni özü aparacaq. Sənin minməyə ehtiyac yoxdur. Ay, vallahi avtobus gəldi. Deyən. Baba. Avtobus görmüşə səhv saldım. Azər işığın işçilərdir. Gəl, içəri doğru. Deməli, dəyərli izləyicilərimiz, belə bir həyəti var. Burada su çayınızadı, hər şey var. Bu qiymətə həqiqətən də indi zarafat bir yana 2 mərtəbə ev tapmaq mümkün deyil. Evdə tam təmirlidir. Bax, daxil oldum burada mətbəx hissəsidir, qəşəng səliqəli. Ev yəsə turşu da qoyub bizsin ki, yəni maklerə yesin. Hə, istəyirsən əşyalı, istəyirsən əşyasız. Əşyasız qiyməti 65 mindir, bəzi əşyalar qalacaq. Gəl bura. Bir dənə qonaq otağı var ki, gəl görəsən. Geniş, səliqəli. Geniş, səliqə, səhman bu evdədir. Hamısı bir arada birləşib. Yenə deyirəm, istəyirsən əşyalı, istəyirsən əşyasız. Əşyalı qiymətin evin yerində izah eləyəcəm. Operatorumuz yoxa çıxdı. Buradayam, gəl. Deməli, burada da yerləşir evin hamam sanuzeli. İndi isə qalxaq 2-ci mərtəbəyə. 2-ci mərtəbəni də göstərək. 2-ci mərtəbəyə. Gəl, qardaş, gəl. Bir dənə genişin genişi yataq otağı. Pəncərələrin hər birinin qarşısı açıqdır. Bir ilə ikinin arasında göstərəsin zəhmət olmasa. Qəşəng səliqəli, təmirli. Bir dənə də ondan da geniş yataq otağı bu hissədə. 65 min manat əşyasız. Amma əşyalardan xırdapara şeylər qalacaq. Amma əşyalı istəsən, gəl hamısını ev yəsindən danış, razılaş versin sənə. Sağ olun, salamat qalın.